Hər şey sussa da Cümhuriyyətçilər susmaz. 3-cü Respublika platformasının qurucu heyət üzvü Ruslan İzzətli 37 yaşını həbsxanada qeyd edir. O, Toplum TV iş üzrə həbs edilənlərdən biridir. Hazırda bu iş üzrə təqsirləndirilən digər 9 nəfərlə birlikdə o da qaçanmalçılıq və başqa maliyyə pozuntularında ittiham edilir. Lakin özü cinayət işinin quramı olduğunu və siyasi-ictimai fəaliyyətinə görə həbs edildiyini bildirir. Avtoritarlar üçün hakimiyyət var, o hakimiyyət üçün də ailəsini də qurban verər. Bəs Ruslan İzzətli kimdir? Ruslan İzzətli 1989-cu il aprelin 18-də doğulub. 1996-2007-ci illərdə Bərdə rayonunun Mehdixanlı kənd tam orta məktəbində təhsil alıb. 2008-2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində incəsənət tarixi üzrə təhsil alıb. Bakı Şəhər Universitetində qlobal siyasət və beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi alıb. 2011-ci ildə Fransanın Strasburq şəhərində Avropa Şurasının nəzdində Siyasi Biliklər Məktəbində təhsil alıb. Ruslan İzzətli 2009-2012-ci illərdə Bütöv Azərbaycan Gənclər Təşkilatının sədri olub. Ardınca Ümid Partiyası İdarə Heyətinin üzvü və sədrinin müavini olub. 2013-cü il prezident seçkilərindən sonra partiya sıralarından istefa verib. Elə həmin il D18 hərəkatının ilk sədri seçilib. 2015-2020-ci illərdə parlament seçkilərində 33 saylı Xətai 1-ci dairəsində namizəd olub. 44 günlük müharibədə iştirak edən Ruslan İzzətli Füzulinin azad olunmasına görə medalı ilə təltif edilib. 2023-cü ildən təsis olunduğu elan olunan 3-cü Respublika platformasının qurucu heyət üzvüdür. Ruslan İzzətli həbsxanadan ictimaiyyətə və şahid qismində cəlb edilən şəxslərə ünvanladığı müraciətlərin birində belə deyirdi. Stat: 2 ildən çoxdur həbsxanadayam. Həbsimə sanksiya verən, indiyə qədər çıxdığım məhkəmələrdə iştirak edən hakimlər, müstəntiqlər, əleyhimə sifarişlə yazı yazan jurnalistlər, sizə qarşı heç bir nifrətim yoxdur. Siz bir tükə çörəklə ədalət arasında seçim edən qurbanlarsınız. Mənim mübarizəmdə əmr verəni görməzdən gəlib qurbanlara hədəf almaq yoxdur. Statın sonu.